Müharibənin yaranma səbəbləri, baş vermə səbəbləri yerində durur. Həm İsrail tərəfdən, həm İran tərəfdən. Bu müharibə başlama səbəbləri heç bir tərəfdən, yəni istər İran tərəfdən, istər ABŞ, istər İsrail tərəfdən səbəblər, iddialar yerindədir, ambisiyalar yerindədir. Ambisiyalar yerindədirsə, bu müharibə heç vaxt diplomatik masada həlli görsənmir. Çünki mövqelər qütbi əks mövqelərdir, ambisiyalar qütbi əks ambisiyalardır. Proksilərlə bağlı Qərb tərəfindən, ABŞ tərəfindən, İsrail tərəfindən dirəniş var idi ki, bu yığışdırılmalıdır. Uzaq mənzilli raketlərlə bağlı bunun qarşısını alınmalı. Eyni zamanda Hörmüz boğazı ilə bağlı məsələ, hətta Hörmüz boğazına məsələ sonra ortaya çıxmışdı. Yəni müharibənin ilk fazasında bu məsələ yox idi. Sadəcə Hörmüz boğazına İran strateji silah kimi istifadə etdikdən sonra artıq Hörmüz boğazı da şərt kimi demək danışıqlar masasına gətirildi. Sonra demək zənginləşdirilmiş uran məsələsi. Baxın, bunların heç birində İsrail də, ABŞ da müvəffəq olmayıb, irəliləşə müvəffəq olmayıb. Əksinə İran öz mövqelərini möhkəmləndirir və bunu bu demək danışıqlar boyu müxtəlif manipulyasiya fəndlərindən istifadə edərək danışıqları uzadır. Hətta danışıqlar o səviyyədə uzanır ki, Trump da bunun fərqindədir və bildirir ki, danışıqların uzanmasına görə İran bədəl ödəyəcək. Belə həmişəki kimi kəskin sərt ritorikasından çəkinir. Amma görsənən odur ki, ABŞ bu müharibədə həvəsli deyil, birmənalı şəkildə həvəsli deyil. Amma ABŞ bu müharibədən kənarlaşmaq üçün imkansızdır. Çünki ABŞ hər nə qədər məsələni danışıqlar masasına gətirmək istəsə də, diplomatik müstəvidə həll etməyə çalışsa da, İsrail imkan vermir. İsrail hər addımda təxribat törədir. Livanda, Yaxın Şərq bölgəsində digər hansı ki İranın belə deyək də proksiləri olan məkanlarda və bu təxribatlar, eləcə də İrana qarşı sərt ritorika və həmlələr ABŞ-ı bu digər şəkildə sürükləyir bu savaşa və ABŞ ümumiyyətlə qurtula bilmir bu müharibədən. Bu dəqiqə açıq etiraf edək, ABŞ ən həvəssiz, ən arzu olunmaz bir cəngəllikdir, bataqlıqdır düşüb bu bataqlığa və çıxa bilmir sadəcə olaraq. Trump bundan çıxa bilmir. Yəni ki, artıq böyük anlamda geosiyasi mətahı, geosiyasi ambisiyası suya düşüb Trump administrasiyasına, yəni ABŞ-ın demək bu maraqları suya düşüb. Çünki ona müvəffəq ola bilmədi. Açıq etiraf edək, bu 40 gün davam edən müharibədə nə İsrail, nə ABŞ çöldə hansısa bir uğur hekayələrinə nail olsa da, ancaq bu demək müharibənin bitməsini şərtləndirən nəticəyə gətirib çıxartmadı. Döyüşlər bu digər şəkildə fraqmental uğurlar olsa da, amma bu kapitulyasiya aktına, İranın kapitulyasiya aktına imzalanmasını gətirib çıxarmadı. Əksinə, demək ki, İran bu müharibədən həmişə vurguladığımız kimi daha diri çıxdı, daha immunitetli çıxdı və bu hesab edirəm ki, nə ABŞ-ın maraqlarına, nə İsrailin maraqlarına, nə bölgə dövlətlərinin maraqlarına demək, xidmət etməyən bir vəziyyətdir. Belə olan halda diplomatik masa demək ki, ABŞ üçün də, İsrail üçün də uğursuz olacaq. Çünki özləri də etiraf edirlər ki, diplomatik danışıqlarda İran çox güclüdür. Bunu Trump hətta öz dili ilə dəfələrlə bəyan edib. Diplomatik masada İrana qalib gəlmək çox çətindir. İranı sadəcə olaraq sahədə məğlub etmək olardı. Sahədə demək ki, bəzi şərtləri qəbullandırmaq olardı. Ancaq Trumpa olan təzyiqlər, ABŞ-a olan təzyiqlər, Trump administrasiyasına olan təzyiqlər, həm daxili, ölkə daxili təzyiqlər, həm müttəfiqlər tərəfindən, bölgə dövlətləri tərəfindən və dünya iqtisadi demək ki, situasiyasının diktə etdiyi şərtlər, hansı ki bu İranın iqtisadi məncənə siyasətinin nəticəsi şəklində ortaya çıxır, bir tərəfdən də müharibənin obyektiv nəticəsi kimi ortaya çıxır. Bu demək ki, müharibədə maraqlı görsənmir Trump. Amma bütün bunlara baxmayaraq biz bəyanatları oxuyuruq Trumpın dilindən. Sahədə, müharibədə olduğu kimi diplomatik masada da biz qalib gələcəyik, uğurlu bir sənəd imzalayacağıq və hətta o bildirir ki, mən müharibəni sadəcə bitirmək yox, müvəffəq bir sülh sazişinə nail olmaq istəyirəm, kapitulyasiya, demək İranın kapitulyasiyasına bənzər bir sazişə nail olmaq istəyirəm. Amma bu sözlərdir, bu bəyanatlardır. O nə qədər ki sahədə, nə qədər ki çöldə məsələ həll olunmayıb, yəni ki, hərb meydanında məsələ həll olunmayıb, diplomatik masada İranla bacarmaq mümkünsüz olacaq. Ona görə də hesab edirəm ki, növbəti üçüncü dalğa mümkündür. Necə ki, onun üfüqdə işartıları görsənir.
artıq bir neçə gündür qarşılıqlı həmlələrin şahidi oluruq. İrana qarşı, İranın enerji ehtiyatlarına, su ehtiyatlarına qarşı ABŞ tərəfindən zərbələr, İranın yaxın şərq bölgəsində ABŞ bazalarına endirilən zərbələri, İsraillə bağlı endirilən zərbələri, bütün bunlar artıq böyük üçüncü mərhələnin demək işarələrdir və çox güman ki, bu baş verəcək. Əks təqdirdə demək paritet güzəştlər şərti ilə danışıqlar masası gedə bilər. Bunu da ABŞ da qəbul edə bilməz, İsrail də qəbul edə bilməz. Çünki İsrail də bu müharibədə həm böyük İsrail planı baxımından maraqlıdır, həm də Netanyahu hakimiyyətinin siyasi immunitetini gücləndirmək üçün bu müharibədən Netanyahunun qalib çıxması lazım. Amma Netanyahu qalib çıxa bilirmi? Qalib çıxa bilmir. Çünki Hizbullah da durur, Həmas da durur, İran da ambisiyalarından əl çəkmir. Demək ki, İsrailin missiyası hələ başa çatmayıb. Demək ki, ABŞ-İsrail tandeminin missiyası başa çatmayıb və İran da bir addım belə geri atmaq istəmir. Əksinə, İran bu müharibədən demək iri çıxaraq orta gücdən ötə bir gücə çevrilmək iddiasındadır. Yəni artıq böyük geosiyasi aktor kimi ortaya demək ərsəyə gəlmək istəyir. Bunu fövqəladə dövlət ambisiyasını ortaya qoyur və hesab edirəm ki, bu da növbəti eskalasiyanı şərtləndirir. Mümkün deyil ki, bu növbəti eskalasiya baş verməsin. Yenə qeyd edirəm, çünki İsrail də, ABŞ da fərqindədir ki, diplomatik masada İrana qalib gəlmək mümkünsüzdür. Ya gərək elə bir demək şərtlər, elə bir belə deyək, inandırıcı arqumentlər qoyulsun İranın qabağına ki, İran məcbur olsun danışıqlar masasını seçsin. Bunu da ABŞ və İsrail eləyə bilməz. Bunu ancaq İranın müttəfiqləri Çin və Rusiya inandıra bilər. Amma onların marağındadırmı? Əlbəttə ki, yox. Yəni siyasi bazarlaşmada da açıq etiraf edək, Çinlə demək ABŞ-ın siyasi bazarlaşması da uğurla alınmadı. Ona görə güman edirəm ki, onlar da heç maraqlı deyil. Əksinə onlar demək opportunist şəkildə bu konfliktin dondurulması, konservləşdirilməsi və yaxud da ki, fragmental döyüşlər səviyyəsində davam etməsində maraqlıdır, nəinki bitməsində.